Selam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bugün size yeni bir vlog başladım. İsmail Bey yemek yiyir. Ay İsmail, ev olmaz, koy kalsın. Koy kalsın, başkasını götür. Bir de ne yemeğe var düşüp değil. Yumurtanı asla affetmez başka yerde kalmağını. Çünkü kaplumbağasını kaybetmiş. Kaplumbağasını mı? Belə. Ben de həkimə gedəcəm. Xəstəxanaya Sumqayıta. Ben de xəstəxanaya gedəcəm Sumqayıta, ona görə yemeğimi yiyeyim, hazırlaşım, gedim. İsmail de yemeğini yesin, gözlüküm öskürür. Bu aralar yine xəstələnmişdi, hələ üzünə gəlməyib İsmail. Belə. İsmail yesin, ben de yiyeyim. Sonra neynəsəm yine çəkərəm. Belə. Yiyindim, keçindim. Şimdi gedirəm xəstəxanaya. Belə. Geldim, çıxdım evə, getdim, analizlərimi falan verdim, uziyə getdim. 4 testimiz var idi, onu verdik. Haydi. Hə, yaxşı. İndi gəldim, çıxdım evə. İndi İsmail'i görüm, yatsıdırım, yatsıdırım. Sonra bir kişim var evdə, onları görüm. Belə, bugün istəyirəm vlog çəkeyim. Bugün yenə neynəsəm çəkərəm. Xanımlar, divanımızı dəyişmişik, yenə həmişəki öz qaydasına. Hələlik ürəyimiz sıxıldı, elədən də belə elədik. Hələ ki İsmail pəncərəyə çıxmır, onun üçün rahatım. Nə vaxt çıxsa təzən qaytaracaq yerinə divanı, narahat olmayın yəni. İsmail də bütün oyuncaqlarını töküb dağıdıb buralara. Tez bazar buranı yığışdırım, yemeğimi yedim, İsmail'i yatışdırdım. Orada da paltarlar var, qatlanası məni gözləyirlər, onları da qatlayacağım. Tez bazar İsmail'in bu oyuncaqlarını yığım. Əslində balacalar bizim otaqdadır, hamısını töküb bizim otağa. Amma bu yekələr qalıb burada. Onları yığaq. İnanırsınız, heç biri ilə də oynamır. Yalandan elə hey tökür dağıdır. Biraz bundan yaxşı oynayır. Bu da belə. Yığaq bura. Heç olmasa gözə görünməsinlər. Ay Allah. Götür edelim belə. Güzelsiniz. İnşallah ki hər birini çox yaxşısınız. Bugün gedirik. Belə. Bibimin ad günüdür. Onun için gedirik indi oraya. Gedirik ad gününü keçirməyə. İsmail də bəy hər zaman kimi kalyeskasında. Çünkü gəzmir. Hələ. Gəldi, indi tortumuzu götürək. Tortumuz. Ayçam. Belə gəldik, çıxdıq restorana. Genç olan dünyalı, genç olanlar siz pişman olsam da aktarma benim. Olmadık insanlar aktarma benim. Pişman olsam da aktarma. Biz böyle bir gördük babamızda, ele günümüzün oldu. Yeni adet gelmiş eski göre bak, dostlar mahvoldu. Bravo. Seni gidip kıran yüreğimden çıkaran her cahil
müvafiq olan kəsib alınır. Əziz dostlar, mən istəyirəm gecəmizi bu günümüzün yubiley səbəbkarı gəlin daha bir gürültülü almışlar. Alışlayan dostlar, dünyada! Aslında böyle güzel ifalar, gözler, şen, ailevi bir meclisi, her birinizin evinde, eşiğinde, ailesinde, ocağında, her şey böyle bir işler. Belə, indi də çıxdıq, gedirik. Qaynımın gözlüyü gəlib bizi aparmağa sağ olsun. Buradaydıq, çıxdıq, bir gün yola saldıq. İndi gedək evimizə, işimizə. Belə. Nə edirsən? Növbəti gündən hər birinizə salam xanımlar. Çox gözəl hava var. O qədər sevirəm mən belə havanı, daha doğrusu. Mən heç qış insanı deyiləm. Görürsünüz ki, qışda vlog falan da paylaşa bilmirəm. Yay ayları mənim üçün daha yaxşıdır. Qışda heç nə eləməyə həvəsim olmur. Onun üçün heyf deyil yaz. İndi yerimi üstünü yığışdırdım. Bir dənə qaldı indi İsmailin yerini yığışdırmaq. İndi İsmail atası aparıb həyətə. O gəlməmiş. Dedim bir evləri yığışdırım. Qəşəng. Dünən biraz yorğun olduq. Bu gün də biraz gec durmuşuq. İsmail də çox yoruldu. O qədər qasdı, o qədər oynadı ki. İndi istəyirəm bir gün yerin çırpım. Təzə sərmişəm, əslən, prastinəsən falan. Gecə üstünə o qədər şey örtürəm ki, o qədər hamısını çıxır üstündə uzanır. Mən də əlimə nə keçir dəsmaldan falan örtürəm üstünə. Belə bunu təmizləyim. Çırpım çölə, qəşəng hava var. Çox gözəldir. Heyf deyil belə hava. Heç sevmirəm qışı. Mən yayda doğulmuşam, nədir bilmirəm. Yay havasını daha çox sevirəm də. Heç sevmirəm qışı. Görüm, gəlmirlər. Yox hələ ki. Belə İsmail yerində yaşayıram. Bu da gələndə geyindirəcəyim paltarlardan qoydum bura. Bu da gecə yatanda geyinir. Belə mənim otağım hazır. Bir dənə də buranı bağlayaq. Hazır, indi gedim qonaq otağını yığışdırım. Belə, qonaq otağında da biraz İsmail oyuncağım falan tüküm, onları yığışdırım. Üstün falan yığışdırım. Tez bazar. Burada necə bağlayıb bibim pəncərəni. Qəşəng hava var. Hava da olsun içəri. İsmail'ə də meymunlar bizi bezdirib də. Bu aralar meymunlara baxır ancaq. Mən çox şəhərini tapıb İsmail. Belə. Hələ ki İsmail dırmaşmır pəncərəyə. Ona görə qorxuzdurmuşuq onu. Heç yanda da açıq qoymuruq pəncərəni. Hələlik belə qalıb divamız. Belə axşam tərəfidir. Mən vlogun davamını gətirə bilmədim. Çünki İsmail durdu ondan. İsmail gəldi, onu yedizlədim, yatışdırdım. Sonra da özümün heç halı olmadı. İndi bəzi işlərim var. Ona görə. İsmail yenə buraları dağıdıb, töküb. Yenə oyuncaqları hər yerdədir. Uşağın oyuncaqla yığmaq problemi var. Biraz qaynım falan gəldi, elədi. Ona qaynanam da getdi. Belə biraz işimiz var. Paltar yumalıyam hələ orada. Birazını yuyduq, astıq. Belə paltar. Qablar da qaynanam yuyub getmişdi. Onları yığdım yerinə. İndi bir-iki qab var, onları yuyaram. Çöldə də eləmə, bağla oranı. Bağla. Tükü. Çöldə də çoxlu paltarımız var. Dəhşət. Belə. Bunları da yığmalıyam indi. Gedim indi namazımı qılım. Əsr namazımın vaxtıdır. Əsr namazını qılım. Daha sonra bağla oranı. Dağıtma. Güzel yığışdırıram buranı mən. Geç üstüne. Gel. Gel gidelim. Gel gidelim. Gel.
Maşında yuyum İsmail paltarlarını atım içine. Bəlkə qalsın. Bilmirəm, hava yoxdur. Paltar asmağa. Haydi. Yığ, oyuncaqlarını yığ. Oyuncaqlarını yığ, tez elə. İsmail göstərici gedək çölə. Çölə getdi, yoxdur İsmail. Bayaq getdin, gəldin. Nə isə? Nənə hardadır? Baxın, İsmail'e bu qədər mən kitab almışam, rəngləmə almışam, nağıl kitablar almışam. Sonra belə öyrədici kitablar almışam. Amma İsmail heç biri ilə oynamağı sevmir. Bu nə rəngdir İsmail? Nə rəngdir bu? Haydi. Nə? Nə hanı? Hə. Oradadır. Yox, bu nə rəngdir? Bax, bu nədir? Topdur. Bəs bu nədir? Alma, afər. Bəs bunlar nə rəngdədir İsmail? Yox. Nə rəngdədir? Qırmızı. Haydi. Oradadır, hə, yaxşı. Bu nədir? Günəş. Bu nədir? Baxaq. Sonra, bu nədir İsmail? Bax, bu nədir? Gəl baxaq. Bu nədir? Bax, bu nədir? Bunu de. Haydi. Orada nə var? Orası soyuqdur, oraya getmək olmaz. Gəl bunu, bax, bu kimdir? Bu kimdir? Olmaz kitab elə atmaq. Kitab qəşəngdir, kitab gözəldir. Topdur. Görək top bu. Nədir bu? Hani samolyot? Bəs maşın? Yox, maşın. Maşın? Yox, o avtobusdur. Bəs qatar? Afərin. Haydi. Nə? Qatar gəlir uzaqdan, tak. Gözləyirəm bayaqdan, tak. Mən İsmail'i öyrədəndə həmişə mahnı ilə öyrətmişəm. Ona görə elə silkələnir. Bəs gəmi? Haydi. Hom. İt. Gəmi hanı gəmi İsmail? Gəmi hanı? Afərin. Bəs pişik hanı? Pişik nə yeyir? Yox, pişik necə səs çıxardır? Nə yeyir? Miau eləyir pişik. Xoş gəl. Yox, eləmir, miau eləyir. Bu ayı hanı ayı? Bəs inək hanıysa inək? İnək necə səs çıxardır? Nə? Yox, inək necə səs çıxardır? Yaxşı, bəs dovşan hanı dovşan? Bəs at hanı? Belə göstərir çox şey, amma ki danışmaq. İsmail, balıq hanı balıq? Bəs meymun hanı İsmail? Yox, meymun. Qəşəng bax, meymun var orada. Hə, meymun. Bəs quaq hanı quaq qurbağa. Bəbə nə edir? Kitab oxuyur bəbə. Hə. Bunları da yapışdırmışıq. Olmur, yapışdırmaq olmur. Oynamırsan. Çoxdan bu kitabına maraqlanmır. Hara yapışdırmışıq? Gəl aç baxım görüm hara yapışdırmışıq onları. Göstər yapışdırdığımız yerləri. Orada deyil, arxadadır. Nədir bu İsmail? Hə, o nədir? Eləmə. Bu nə rəng? Bu nədir? Damla. Bu nədir? Yarpaq. Yox, çıxartmaq olmur da. Yapışdırmışıq da ora, çıxartmaq olmur. Bu nədir İsmail? Bunlar nədir? Balıqlardır. Öz bildiyini eləyəcək, oxumayacaq. Amma bir şey yaxşıdır ki, məsələn, öyrəndiklərin yadından gec çıxardır.
Yəni heç çıxartmır demək olar ki. Amma ki Məsələn, onu bilir ki, biz çıxarıb yapışdırmışıq, indi çıxartmaq istəyir onu. Deyən görə ulduzu hara yapışdırmışıq? Deyən görüm. Ha, deyən burada var idi. Hara yapışdırmışıq? Ay, bu nədir? Uydu. Bəs bu nədir? Aydı. Afərin sənə. Çıxmır baba, çıxmır baba. Baba çıxmır. Çıxartmışıq da onu. Belə, İsmail'lə biraz məşğul olum mən. Xoşu gəlmir. Haydi, yapışdıraq. Yaxşı. Yaxşı, biz bunu yapışdıraq, sonra sizə neynəsəm çəkərəm.